Hər vaxtın xeyir olsun. Bugün bir vərdiş haqqında danışmaq istəyirəm. Bəlkə bir çoxlarımız üçün bunu eşitmək xoş olmaya bilər. Əgər artıq xroniki olaraq bir problemdən digərinə keçiriksə, daim neqativ emosiyaların içindəyiksə, səncə bu bizim əzab çəkmə vərdişimizdən irəli gələ bilərmi? Əgər belə bir situasiyanın içindəsənsə, özündən soruşa bilərsən ki, bəlkə də özümün də fərqində olmadığım və ya özümdən gizlətdiyim bir əzab çəkmə vərdişim ola bilərmi? Niyə bəzi insanlar əzab çəkməyə öyrəşirlər və bundan qurtulmaq mümkündürmü? Bugün bu haqda danışacağıq. İstəyirəm bu mövzunu biraz açaq. Əzab çəkmə vərdişi nədir və hardan gəlir? Bunun psixoloji və neyrobioloji səbəbləri var və uşaqlıq təcrübələrinin rolu çox böyükdür bunda. Bu vərdiş çox vaxt uşaqlıq dövründə formalaşır. Əgər bir uşaq sevgi və diqqəti yalnız çətinlik çəkəndə alıbsa, beyni artıq bunu möhkəmləndirir. Deməli mən yalnız əziyyət çəkəndə başqaları mənə qayğı göstərəcək və ya mənim problemim həll olacaq. Əgər bir insan uşaqlıqda valideyninin yalnız ağladıqda onunla maraqlandığını görübsə, böyüyəndə də özünü eyni ilə bu formada ifadə etməyi öyrənir. Sevgi və qayğı hissini çətinliklər vasitəsilə qazanmağa çalışır. Həmin anda nə baş verir? Beynimiz vərdiş etdiyi duyğuları normal hesab edir. Adətən kortizolu, yəni stres hormonu yüksək olan insanlar sakit olanda belə nəyinsə çatışmadığını hiss edirlər və şuuraltı olaraq yenidən gərginlik yaradan situasiyalar axtara bilərlər. Bəli, bu ola bilir. Hətta uzun müddət əzab, kədər hissi çəkəndən sonra qəfil bir rahatlıq hissi gələ bilir. Məsələn, başqaları onu sakitləşdirəndə, təsəlli verəndə. O zaman nə baş verir? Beyni bunu mükafat kimi qəbul edir və təkrarlamağa başlayır. Başqa bir örnəklə izah edəsəm, elə insanlar var ki, çətin vəziyyətlərə düşüb oradan çıxdıqca özünü güclü hiss edirlər. Nəticədə fərqində olmadan özünü daim belə situasiyalara salırlar ki, yenidən o güclü olma hissini yaşasınlar. Bu vərdişin belə bir də tərəfi var ki, başqa insanları günahlandırmaq, başqa insanlara qarşı aqressiya hiss etmək və daxili öyrəşdiyi qurban rolunu yenidən yaşamaq, yenidən təkrar olaraq yaşamaq. Buna bir növ öyrənilmiş çarəsizlik hissi də demək olar. Bəs bu vərdişi necə dəyişə bilərik? Daxili dayaq hissimizi formalaşdıraraq. Bəs daxili dayaq hissini necə formalaşdırmaq olar? Daxili dayağımız da əzab çəkmə vərdişi kimi neyron əlaqələrdən ibarətdir. Ümumiyyətlə etdiyimiz hər şey yeni neyron əlaqələri yaratmaq və köhnələrini zəiflətmək üzərində qurulub. Bu əslində bir sıra inanclardan ibarət olan sabit neyron əlaqələridir və onları istənilən yaşda formalaşdırmaq mümkündür. İnsan çarəsizlik hissini öyrəndiyi kimi bunu dəyişərək daxili dayaq hissini də öyrənə bilər. Bu proses dəfələrlə təkrar etmə əsasında formalaşır. Özünə olan inamı qurmaq üçün beynini məşq etdirməli, irəliləyişini və ən kiçik uğurlarını qeyd etməlisən. Əgər diqqətimiz müəyyən bir fəaliyyətə və ya düşüncəyə yönəlibsə, o zaman asetilxolin adlı neyrotransmitter aktivləşir. Bu neyron əlaqələrinin möhkəmlənməsi üçün vacib bir komponentdir. Biz diqqətimizi hər hansısa bir vərdişə, mövzuya yönəltməklə həmin neyron əlaqəsini möhkəmləndiririk və beləliklə həmin davranışı öyrənirik. Bunun nəticəsində həmin davranış bizə getdikcə daha asan gəlir və hətta müəyyən mənada avtomatik hala keçir. Ona görə də ən kiçik uğurlarımızın belə qeyd olunması və öz inkişafımızı müşahidə etmək gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilməlidir. Necə ki biz su içirik, yemək yeyirik, gigiyenamıza diqqət edirik, eləcə də hər gün irəliləyişimizi özümüzə xatırlatmalı və qeyd etməliyik. Özümüzdən hər gün soruşaq. Hansı hərəkətlərim və kiçik addımlarım məni qürurlandırır? Digər bir üsul isə irəliləyişini güvəndiyin başqası ilə bölüşməkdir. Bu sənin coachun ola bilər, dostun ola bilər, fərqi yoxdur. Hətta belə bir məlumatı da əlavə etmək istəyirəm ki, müsbət vərdişlərimizi formalaşdırmaq üçün bunu güvəndiyimiz insanlarla paylaşmaq irəliləyişimizə kömək olur. Bunun nəticəsində neyron əlaqələri daha tez formalaşır və beyin bu uğuru daha güclü şəkildə qəbul edir. Əksər hallarda insan öz uğuruna məhəl qoymur və diqqəti daha çox uğursuzluqlara yönəldir. Bunun nəticəsində isə uğursuzluq beyin üçün daha güclü təcrübə kimi yadda qalır, uğur isə göz ardı edilir. Daxili dayaq hissini gücləndirmək üçün böyük və çətin bir addım atmağa çalışsaq, beynimiz dəyişikliklərə müqavimət göstərə bilər. Və bunun nəticəsində özümüz üçün belə bir inam formalaşdıra bilərik ki, mən əslində çalışıram, amma onsuz da məndə alınmır, heç nə eləyə bilmərəm. Biz isə bu cür öyrənilmiş çarəsizlik hissini özümüzdə yaratmaq istəmirik, elə deyilmi?
Ona görə də yeni vərdişləri tədricən sistemli şəkildə formalaşdırmaq vacibdir. Çox kəskin və ani dəyişikliklər etməyə ehtiyac yoxdur. Məsələn, bizim koçluq seanslarımızda bu müddət ən az ay yarım davam edir. Hər dəfə kiçik və inkişafı dəstəkləyən addımlarla beynimizi yeni düşüncə halına bir növ öyrəşdirməyə çalışırıq və artıq beyin formalaşmış neyron yolları ilə bu prosesə hazır olur. Dəyişikliklərə yumşaq və davamiyyəti qoruyaraq başlamaq lazımdır. Əks halda ani başlanğıc etsək, yenidən başladığımız yerə qayıda bilərik. Yəqin ki, hamımız bu hissi nə vaxtsa yaşamışıq. Birinci gündən başlayacağam, ayın əvvəlindən başlayacağam, amma nə baş verir? Başlayacağam deyib böyük hədəflər qoyuruq və sonra da həvəsdən düşürük. Buna görə də prosesə tədricən yanaşmaq, hər bir kiçik irəliləyişi qeyd etmək və məqsədini daim diqqət mərkəzində saxlamaq vacibdir. Bugünlük bu qədər. Özünə yaxşı bax, yenidən eşidilərik. Hələlik.